Bir adam bu mövzularda, bax bu mövzularda insan psixologiyası, ailə psixologiyası, insani dəyərlər, iş psixologiyası bu mövzularda təlim keçir. Danışır, podkast yaradır, sosial şəbəkələrdə danışır. Bu işin mexanizmi necədir? Bax burada 10 milyon Azərbaycanlı var. Burada da həmin adam var. Bu adam gedib o 10 milyon Azərbaycanlı bir-bir tutub zor gücü ilə Qulağına demən. o xeyr, onu eləyə bilməz ki. O mümkün deyil. Deyil, Bunun olmayan bir deyil. dənə mexanizmi var, bir dənə yolu var. Bu adam asan formada, asan, anlaşılan, qəliz yox. Mən professoram, elə danışıram, insanların heç biri mənə başa düşmür. Azərbaycanda sosial şəbəkədə danışa bilən savad baxımından xeyli bizim alimlərimiz var. Tarixçi, filosof, psixoloq, filosoflardan da çoxdur, nə bilim tarixçilərdən də çoxdur, ədəbiyyatşünas, alimlər. Amma problem oradadır ki, o qədər çətin danışırlar, terminologiyanı danışırlar. Onu insanlar başa düşmür. Elə bir burada bir ac adam var. Mənim də əlimdə yemək var. Gəlirəm ona deyirəm ki, yeməyi görmür o adam. Yeməyi görmür. Fransız dilində ona deyirəm ki, mənim cibimdə sənin üçün yemək var. O başa düşmür axı.